İndi baxın müəllimlər, deməli bu tip məsələlərdə ilk olaraq kranların gücünü hesablamalıyıq. Yəni vahid zamanda nə qədər su doldura bilər və yaxud da vahid zamanda nə qədər su boşalda bilər. Bu gücü hesablayacağıq. Gəlin baxaq. Öncə A kranı üçün baxaq. A kranı deyir ki, tək başına bütövlükdə bütöv bir hovuzu, gördüyünüz kimi hovuz 3 hissədən ibarətdir. Bütöv bir hovuzu, yəni 3 hissəni doldura bilir 15 saata. Onda buradan alırıq ki, 1 saata dolduracaq 5də 1 hissəni. B kranı isə özünə qədər ki 2H hissəni 60 saata boşalda bilir. Onda 1 saata boşaldacaq 30'da 1 hissəni. Yeni gəlməyinə deyək ki, iki kran eyni anda açıldı. Təbii ki, açılsa da B kranı hələ ki su bax bura qədər çatana qədər B kranı işləməyəcək. Pasiv qalacaq. Yəni bax bu 1H hissəni təkcə A kranı dolduracaq bax buranı. Gəlin görək o hissəni doldurmaq üçün A kranı o hissəni doldurmaq üçün nə qədər vaxt gedir. Baxaq gələk. Demək yazıram 1 saata əgər 5də 1 hissəni doldurursa, onda bir hissəni doldurmaq üçün bax bu hissəni dediyim kimi doldurmaq üçün nə qədər vaxt lazımdır? Buradan alırıq ki, x bərabər 5 saat. Daha sonra B kranına çatandan sonra əlbəttə ki, B kran da işləyir axı. Ona görə də A kranı dolduracaq, B kranını boşaldacaq hovuzdan suyu. Ona görə tapaq görə 1 saata ikisi birlikdə nə qədər su yığılacaq orada A kranı və B kranı birlikdə işləyəndə. Təbii ki, A kranı 1 saat üçün deyirəm. A kranı 1 saata doldurur 5də 1 hissə, əvəzinə B kranı 30'da 1 hissəni inir, boşaldır. Görün nə qədər su yığılacaq. Baxaq 30'da altdan bir çıxanda 5, o da 6'da 1 hissə eləyəcək. 6'da 1 hissə. Yeni gəlin baxaq. Deməli növbəti yerdə qalan 2H hissəni ikisi birlikdə doldurmalıdır. Neçə saata dolduracaq bilmirəm, amma bilirəm ki 1 saata 6'da 1 hissəni doldurur. Buradan alınır ki, Y bərabərdir 12 saat. Deməli bütöv bir hovuzun dolması üçün ümumilikdə 5 saat və 12 saat. Toplamda 17 saat vaxt lazımdır ki dolsun. Və salam, cavabımız 17 B variantı.